Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz, sizlərə bugün Mərdəkan Babaəliyev küçəsi Teymur Quliyev sanatoriyasının yanında 2 villa təqdim edəcəm. Əkiz villalar. Bu villanın həyətini sizlərə təqdim edədim. İndi isə keçirəm o villaya həm həyətin, həm də içərisini təqdim etməyə. Bu villanın daxili də, o villanın daxili də iç dizaynı birəbir bütün əşyalara qədər eyni olduğu üçün o villanın içərisini təqdim eləmədim. Amma bu villanın içərisini sizlərə təqdim edəcəm. Bu da həyət. 9,5 sot, çox möhtəşəm, gözəl bir ərazidə yerləşir. Monolit betonla inşa olunub, çox keyfiyyətlidir. Məlumatları altda sizlər üçün yazacağam. Gəlin sizləri indi söhbətgahla tanış edeyim. Çox geniş, böyük bir söhbətgahımız var. Söhbətgahın daxilində gözəl bir mətbəx mebeli yığılıb, hər bir şey var. Döşəmə isti döşəmədir, birbaşa daşma hovuza baxır, hər tərəfi, bütün pəncərələr, cam balkonlar açılır. Xüsusi olaraq dizayn olunmuş bu evin daxilinə keçirik. Evin ümumi giriş hissəsindən evin içərisinə daxil edirik. Ev bütöv olaraq isti döşəmədir. Qonaq otağıdır. Yataq otağı, ümumi sanitar qovşağı, yataq otağı, çamaşırxana, burada mətbəxdir. Buyurun, keçin, qonaq otağı ilə tanış olaq. 4 metrə 50 santır. Qonaq otağının hündürlüyü. Buyurun gedək mətbəxlə tanış olaq. Mətbəxdə bütün aksesuarlar, elektronikalar var. Mətbəxdən söhbətgaha keçid qapısı da mövcuddur. Gedək. Ümumi sanitar qovşağı, 2 yataq otağı, çamaşırxana və valideyn yataq otağını sizlərə təqdim edirəm. Valideyn yataq otağının daxilində sanitar qovşağı, qardirob otağı, bəzənmə stolu və yataq dəsti mövcuddur. Çox sağ olun.